Salam, xoş gördük hər birinizi. Bu gündən təzə yarpağı qış üçün necə bağlayıb saxlamaq lazımdır, onu çəkib paylaşacağım. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub zil butonuna toxunaraq like etməyi unutmayın. Mən ağşanı üzümündən istifadə edirəm. Yəni mən bağdan yığıram ağşanı üzümünü. Siz bazardan satılan yerlərdən əldə edə bilərsiniz. Dolma üçün mən ağşanı üzümündən başqa yarpağı məsləhət bilmirəm. Gördüğünüz kimi nə çox iri, nə çox xırda olan yarpaqları yığmaq lazımdır. Orta ölçüdə yarpaqları, standart ölçüdə olan yarpaqları yığıram. Daha sonra isə üst-üstə dəstələyəcəm bu yarpaqları. Mən yığdığım yarpaqları üst-üstə dəstə formasında yığdım. Gördüyünüz kimi çox kövrək, çox sağlam yarpaqları yığıb dəstələmək lazımdır. Əgər qış üçün hazırlıq edəcəksinizsə, çox sağlam yarpaqlardan istifadə etmək lazımdır. Dəstələyib bitirdiyim yarpaqları və öncədən sterilizə etdiyim bançalarla birlikdə kənarda gözlədirəm və bir qazanın içərisinə soyuq su əlavə edib qaynadıram. İçərisinə 3 yemək qaşığı yemək duzu əlavə edirəm. Məndə 2 kiloqram yarım yarpaq olduğu üçün 3 yemək qaşığı yemək duzu əlavə edib biraz qarışdırdıqdan sonra təkrar qaynamağını gözləyəcəm. Yarpaqlar üçün hazırladığım duzlu su qaynadı. İndi isə dəstə halına gətirdiyim yarpaqları duzlu suyun içərisində 2-3 saniyə saxlayaraq çıxarıb bankalara yerləşdirəcəm. Bu qaydada 2-3 saniyə yarpağın hər iki tərəfini də belə qaynayan suya salıb çıxardıqdan sonra bankalara yerləşdirirəm. Bankamız tamamilə yarpaqla dolub bitdikdən sonra qaynar suyun içərisinə salıb çıxardığım qapaqla kip şəkildə ağzını bağlayıram bankamızın. Gördüğünüz kimi artıq yarpağımızın rəngi necə də sarı alındığını görürsünüz. Bir gün keçdikdə daha da rəngi özünə gələcəkdir.
Ve budur, bir gün keçdi. Yarpaqlar özünə gəlibdir. Rəngləri gördüyünüz kimi sapsarı, çox gözəldir. Rəngi göz oxşayan. İçdikdə isə dadı damaqlarınızda qalacaq. Çox gözəl kövrək yarpaq hazırladım. Əminəm ki, sizlər də bəyənib hazırlayacaqsınız. Və mənə dəstək olmağı unutmayın deyirəm. Mənə dəstək olmaq üçün kanalıma abunə olub zil butonuna toxunarsanız çox sevinərəm. Və videomu bəyənmisinizsə, bəyənmə butonuna toxunaraq like edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik.